United'in ehtiyat komandaya göndərdiyi Cristiano Ronaldo'nun hansı şərtlə əsas heyətə qayıdacağı məlum olub. Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, baş məşqçi Erik ten Hag Portuqaliyalı superulduzun bütün kollektivdən üzr istəməsini tələb edib. Mütəxəssisin fikrincə, Ronaldo'nun Tottenham'lə maçda stadionu erkən tərk etməsi bütün komandaya hörmətsizlikdir. Bundan başqa, Ten Hag'ın Cristiano'dan daha bir tələbi var. O, veteran hücumçunu ilk 11-likdə görmür və Ronaldo'nu ehtiyatdan oyuna daxil etmək niyyətindədir. 37 yaşlı futbolçunun baş məşqçinin tələblərinə necə reaksiya verəcəyi hələ ki məlum deyil. Daha bir xəbərə əsasən, United Cristiano'nun müqaviləsinə xitam verməyə hazırdır. Lakin klub təcrübəli forvarda təzminat ödəmək niyyətində deyil. Bundan başqa, Ronaldo'nun qış transfer pəncərəsində də komandanı tərk etməsinə icazə verilə bilər. Xatırladaq ki, 2021-ci ildə Manchester United'a qayıdan Portuqaliyalı oyunçu ötən mövsüm bütün turnirlərdə 38 maçda 24 qol vurub. Cari mövsümdə isə onun aktivində 12 görüşdə 2 top var.